Salam əziz dostlar, sizi salamlayıram. Alanya Kargıcak'dan. Bura Kargıcak rayonudur və gördüyünüz bu yeni binada sizə bir mənzil təqdim edəcəm. 2 otaqlı. Sona qədər izləyin. Çox səliqəli yeni mənzildir. Buradan dənizə məsafə hardasa 150 metrdir. Bura Lumos Otel. Mahmudlar çox yaxındadır. 300-400 metr məsafədə Mahmudlardır. Ərazidə hər yer yenidir. Yeni binalar, yeni evlər və bu binada yeni binadır, mənzil də yenidir. İnfrastruktur olaraq açıq hovuzu var və aşağıda sauna var, texniki otaqlar və s. Yəni əsasən hovuzu var deyə bilərik. Ona görə heç aşağıya enməyəcəm. Burada park ərazisidir. Maşınları, şəxsi park yeri park edə bilərsiniz. Qarşıda hovuzu var. İndi insanlar istirahət edir deyə ora keçməyəcəm və qalxacağıq yuxarıya mənzilə baxmağa. Mənzil 2 otaqlı böyük mənzildir. İndi içəri daxil olacağım. Və içəri daxil oluruq. 2 dənə asansör var, lift var. Bizim mənzilimiz ara qatda, orta qatda yerləşir və mənzilə qalxırıq. Liftimiz bu şəkildədir və liftə daxil oluruq. Oy, qapının arasında qalmışdı. Liftə daxil olub qalxırıq mənzilə. Və mənzilimizin olduğu qatdayıq. Mənzilimizdə yaşayan olmayıb. 0 böyük mənzildir. 60 kvadrat metr. Bir balkon, bir banyosu var. Çox qəşəng mənzildir. Daxil oluruq. Sol tərəfdə sanuzoldur. Sanuzol da böyükdür, balaca deyil. Burada duş kabin, burada isə paltar yuyan maşın. Bura sadəcə gir yaşa. Əşyalarınızı götürüb biletinizi alırsınız. 3-4 gün içində mənzil sahibi olursunuz. Tapunuzu adınıza qeydiyyata keçirdirik və bu mənzil olur sizin. Baxın necə gözəl pəncərələri var. Orada Gold City mənzərəsi. Baxın Gold City mənzərəsi. Açırsan pəncərəni, gözəl dağ mənzərəsi və orada belə bir otel. Önü açıqdır, indi çıxıb göstərəcəm. Lazım olan bütün əşyalar və aksesuarlarla ev bəzədilib, təmir olunub. Texnikası hamısı Altusdandır, Türk markası. Qab-qacaq, nə lazımdırsa hamısı artıq bura daxildir. Bu qiyməti mən həmişə yazıram deyə artıq videoya baxmadan öncə qiyməti görmüsünüz. Və sonda da həmişə mən deyirəm. Bu otaqda yer laminatdır. Bu da bir müsbət hal. Tavanlar hündür. Yeni aksesuarlar, şəkillər, fotolar, rəsimlər. Yatağı, qardirobu, şkafı, şifanyer. Və buradan da hər iki otaqdan balkona çıxışı var. Bəli, burada sadəcə elektrik suyu adınıza keçiririk. Elektrik suyu qoşuruq, necə deyərlər, və çamadanlarınızı alıb gəlib yaşayırsınız. Burada nə isə dəyişməyə ehtiyac yoxdur. Hər şey çox zövqlü, sadə şəkildə dizayn olunub. Mənim gözümə xoşa gəlməyən bir şey dəymir burada. Hər kəsin zövqü fərqlidir. Bəlkə əlbəttə ki, kimsə daha fərqli düşünə bilər. Hörmətlə yanaşıram. Məncə sadə, gözəl bir evdir. Və indi də çıxaq balkona. Balkona çıxırıq. Balkonu da çox balaca da deyil, həddindən artıq böyük də deyil. Normal bir balkondur. 4 nəfərlik masa və stullar yerləşib. Hər iki otaqdan balkona çıxışı var. Burada da mənzərə daha gözəl görsənir. Önü tam olaraq açıqdır. Burada qeyd edeyim, Lumos Oteldir. Lumos Otelin hovuzlar olan hissəsidir. O belə dəniz mənzərəsi də var. Buradan dəniz də görsənir uzaqdan da olsa. Bax, gözlə görüləcək məsafə budur. Yaxın məsafə budur. Mən biraz videonu ən son uzaqlaşdırılmış 0,6x ilə çəkirəm. 1 budur. Baxın, bu gözlə görülən məsafədir. İndi mən hal-hazırda buranı bax belə görürəm, bu məsafədir. Yenə uzaqlaşdırıram ki, kamerada evin içi daha gözəl görünsün. Bəli, əziz dostlar,
Alanya Kargıcak rayonu, dənizə 100-150 metr maksimum məsafədə yeni binada 2 otaqlı mənzil 60 kvadrat metr. Aşağıda saunası var, hovuzu var, sığınaq yeri var. Qiyməti 85.000 avro. Bu mənzili əldə etmək istəyən dostlar əlaqə saxlayın. Sağ olun, var olun, gələn görüşlərdək. Və bu arada unutmadan qeyd edeyim ki, Alanya'da artıq qapalı məhəllə anlayışı yoxdur. Bütün məhəllələrdə, o cümlədən Mahmudlar, Kestel, Kargıcakda mənzil alaraq oturma izinə sahib ola bilərsiniz. Bu haqda inşallah ayrı video çəkərik. Tam rəsmi açıqlamaları gözləyirik. Yazılı açıqlamaları, rəsmi açıqlamaları var. Yazılı rəsmi açıqlamanı gözləyirik ki, biz də bu haqda video çəkək inşallah. Sağ olun, var olun, gələn videolarda görüşənədək.